Özbəkistanın nəqliyyat sektorunun 2030-cu ilədək inkişaf konsepsiyasında tranzit potensialının 2 qat artırılması və daşımaların ucuzlaşdırılması əsas hədəf kimi təsbit edilib. Məhz buna görə rəsmi Daşkəndin Zəngəzur dəhlizini açıq və prinsipial dəstəyi təsadüfi deyil. Özbəkistandan olan ekspertlərin fikrincə Azərbaycanla bir çox sahədə əməkdaşlıq energetika sahəsində də özünü biruzə verir. Bunun daha bir nümunəsi Sokarla Uzbek Neft-Qaz arasında birgə müəssisənin yaradılması və Özbəkistanda neft-qaz yataqlarının axtarışı ilə bağlı geoloji kəşfiyyat işləridir. Özbəkistan Zəngəzur dəhlizinin açılmasını ilk dəstəkləyən Mərkəzi Asiya ölkələrindən biridir və bu mövqeyinin arxasında ciddi iqtisadi, geoiqtisadi səbəblər dayanır. Özbəkistan üçün açıq dənizlərə, hətta region, daxili ticarət yollarına çıxış strateji əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi bu baxımdan unikal imkan yaradır. Potensial marşrutun açılması Özbəkistan üçün Avropaya məsafəni 300 kilometrdən çox qısalda bilər. Zəngəzur dəhlizi təkcə Özbəkistan üçün deyil, həm də bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz üçün yeni tranzit imkanları açır. Bu marşrut orta dəhlizin yükөtürmə qabiliyyətini artıracaq. Mövcud marşrutlarda, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttində və Xəzər və Qaradəniz limanlarında yaranan yüklənməni azaldacaq. Yüklərin coğrafi baxımdan yenidən bölüşdürülməsi isə region ölkələrinin tranzit gəlirlərini artırmaqla yanaşı logistika infrastrukturuna təzyiqi də azaldacaq. Həm Azərbaycan, həm də Özbəkistan iqtisadiyyatının böyük bir hissəsi enerji resursları ilə sıx bağlıdır. Bunun bariz nümunəsi Sokar və Uzbek Neft-Qaz arasında birgə müəssisənin yaradılması layihəsidir. Bu layihə məhz Üstyurt bölgəsində geoloji kəşfiyyat işləri aparmaq, neft-qaz yataqları aşkar etmək və aşkarlandığı halda onların hasilatını həyata keçirmək məqsədini daşıyır. Əslində layihə çox perspektivlidir. Çünki Üstyurt regionu neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı baxımından geoloji cəhətdən çox ümidverici ərazi hesab olunur. Bundan əlavə Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq mövcuddur. Bərpa olunan enerji mənbələri vasitəsilə elektrik enerjisinin istehsalı və onun əvvəlcə Azərbaycana, oradansa Avropaya nəqli barədə memorandum imzalanıb. Biz başa düşürük ki, Avropa İttifaqı hazırda əlavə elektrik enerjisi tədarükünə ehtiyac duyur.